daha həssas olduğum, daha düşüncəli olduğum, daha çox fikirləşdim nəyi ki elədim, bildiniz necə? Eləməkdən qabaq fikirləşdim, çünki daha səbirli oldum, çünki səbirsiz idim. Bax, bunlar hamısı mənim aktrisa kimi teatr sənətimə çox kömək oldu. Bir fikir diqqətimi çəkdi. Söylədiniz ki, mən rəqsi buraxdım, çünki dedim ki, sənin artıq oğlun var. Ona görə yox, oğlum var yox, ona görə yox. Mən dediyim kimi rəqsi ilə də eləyirəm, amma teatr səhnəsində bilirsiniz necədir? Oğlum oldu deyə o mənada ki, mənim uşağım oldu. Yəni mən bütün diqqətimi, ümumiyyətlə mən 2 il evdən qırağa çıxmamışam. Çünki yəqin ki, bunu hamı bilir, Osman o qədər mənim üçün o qədər gözlədiyim bir övladı oldu ki, 2 il təsəvvür edin ki, mən ümumiyyətlə evdən qırağa çıxmadım, harası gedim. Mən yeməyini də özüm pişirirdim, hər şeyini özüm ütləyirdim də, hər şey. Yəni, mən uşağın bax belə yanından, bax belə idim, təsəvvür 2 il. Aksan Rəsulullah üçün sonuncu zərf. Gözgəyə baxanda nə görürsünüz? Gözəl qadın, populyar müğənni, yoxsa ailə başçısı? Mən düşünürəm ki, güzgəyə baxanda hər işini görə bilirəm. Təvazökar burada azalır. İndi baxsam əlbəttə ki, İndi baxsam, hal-hazırda güzgəyə baxsam, indi müğənni. Mən evdən çıxanda oluram Sevda Yəhyayeva. Evin ki, qapısından içəri girdim, oluram Sadə Sevda. Yəni ki, mən onsuz gündəlikdə makiyaj eləməyi sevirəm. Gündəlikdə mən hətta cəmaat görəndə şoka düşüyor. Siz efirdə başqa bir görsənər, efirdə düz deyirsin. Həyatda amma mən yəni, çox sadə, sıradan biri kimi də. Yəni düz deyim, mən heç kimdən artıq deyiləm, məşhur olsam da.